Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə aprel döyüşləri şəhidi Haytəqi Giziri Pəncəli Teymurova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Qafqazinfo'nun məlumatına görə, Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astaranın Əzərit kəndində anadan olub. O, 17 illik hərb həyatında Azərbaycan ordusuna şərəflə xidmət edib və göstərdiyi şücaətlərə görə mükafatlandırılıb. Pəncəli Teymurov öz toyunda çıxışı zamanı özünə şəhidlik arzulayıb. Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın.